abidələrin sökülməsi, mən demirəm, qanun bunu deyir ki, bu bir cinayətdir. Bakının Bayır şəhər adlanan ərazisi sökülür. Sakinlərin sözlərinə görə həmin ərazi sökülüb, yerində park salınacaq. Bir çox sahələri də qeydiyyata alınmır. Yəni demək olar ki, 50 kvadratı olana deyir ki, 30 kvadrat. Mən belə ölçmüşəm. İstəməsən bu pul da verməyəcəm. Burada Bakı şəhər İcra Hakimiyyətinin Təftiş və Nəzarət şöbəsi müdürü Zülfəli İsmailov bir qorxmadan, çəkinmədən deyirəm, quldurcasına ərazini ələ keçirilməsi və dağıdılması üçün əlindən gələn hər şey eləyir ki, bu mədəni irs məhv olsun. Sərəncam yoxdur və neyin əsasında bu söküntü aparılır, biz onu da bilmirik. Yəni, biz o deyəndə ki, bəli, buna baxdıq ki, bilinmir. Lakin deyirlər ki, istismar müddəti bitib. Bu da belə baxanda açığı deyim, dünyada elə yerlər var ki, 100 illiklərlə yaşları var, deyirlər istismarı bitib. Mən bilmirəm, yəni bu barədə məlumat verə bilmərəm, lakin bir şey demək istəyirəm. Yenə də mən istəyərdim ki, bu yer, yəni bu ərazi, xüsusən də bu ərazi, çünki bu Bakı şəhərində hal-hazırda böyük söküntülərdən sonra qalan sonuncu bir məkandır. Və mən bunu ciddi deyirəm. Bakı ərazisində baxsın, Bayır şəhər, bu anklav da demək olar. Memar Abdülhüseynov bildirir ki, baş planda yazıldığı kimi yerdə əhali yalnız yenidən qurma zamanı köçürülə bilər. Bu ərazidə ümumiyyətlə bu binalar qorunub saxlanılmalıdır. Yəni, baş planın punktlarında da orada izahat yazısında qeyd edildiyi kimi yalnız yenidən qurma, rekonstruksiya, bərpa işləri nəzərdə tutulur və yerli əhali buradan köçürüldüyü halda ancaq restavrasiya, rekonstruksiya vaxtı köçürülə bilər və o şərtlə ki, o yenidən həmin əraziyə qaytarılacaq. Çoxlu sayda deməli, mədəni məişət obyektləri var. Ondan sonra burada misal üçün qədimi hamamlar var, 19-cu əsrin hamamları var. Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, memarların və fəalların sözügedən müraciətləri bizə daxil olub. Onlara da cavab göndərilib və heç bir tarixi abidənin sökülməsindən söz gedə bilməz. Sökülmə işlərlə bağlı Yasamal rayon İcra Hakimiyyətinə müraciət etsək də cavab ala bilmədik.